Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizi çok güzel bir yerde yerleşen, şəxsi tikili, 4 otaqlı, tam təmirli həyət evi ilə tanış edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evin yerleşme yeri Sabunçu rayonu Ramana Gülçülük qəsəbəsidir. 22 sayılı orta məktəbin tam yaxın məsafəliyində yerləşir. Hər bir tərəfi yaşayış olan yerdir. Ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən 4-5 daş kürsüdə tikilib. Evin həyəti tamit daşlarla döşənilib. Həyətinə bir neçə maşın çox rahatlıqla daxil ola bilər. Onu da qeyd etmək istəyirəm ki, bu evdə əvvəllər yaşayış olub. Tamamilə şəxsi tikili evdir. Sadəcə sonradan ev təmir olunaraq satışa çıxıb. Betonlu, kəmərli, hər bir tərəfdən qoşa daşla tikilən evdir. Padvalına girişi var, çardağına girişi var. Bura evimizin ön hissəsidir. Bura evin sanitar qovşağı. Girəcəklə sanitar qovşağı istifoldan ibarət. Evin ümumi sahəsi də 110 kvadrat metrdir. Bura geniş bir qonaq otağımız. Evdə kombi xətti çəkilib. Evin tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunur. Məlumatları bir daha təkrar edirəm. Sabunçu rayonu Ramana Gülçülük qəsəbəsindəyik. 22 sayılı orta məktəbin tam yaxın məsafəlidir. 2 sot yarım torpaq sahəsində yerdən 4-5 daş kürsüdə tikilib. 4 otaq, 110 kvadrat, sənədi, bələdiyyə sənədi. Evin qiyməti isə 79.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa, qiymətli indirim olacaq ev sahibi tərəfindən. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Burada sondakı mətbəxi də göstərim. Videomuzu tamamlayaq.